Hər kəsə salam dostlar, necəsiz? Mən Lavacraft. Bugün sizlərlə gördüyünüz kimi bir Paris Saint-Germain, yəni PSG Rebulli ilə qarşınızdayım. Kanalıma abunə olub, like atarsınız, çox sevinərəm. İlk öncə heyətimizə baxaq. Heyətimizdə çox futbolçu var. Bunlardan bir neçəsini satacağım. Əsas heyətimiz belə olacaq, yedekləri belə. Bir neçə futbolçunu satacağım. Lucas Moura olduğu üçün 21 yaşı var. Təklif gəlib, satıram uşaqlar. Zəif futbolçularımızı aradan qaldıracağım. Dostlar, kanalıma abunə olub, like atarsanız çox sevinərəm. Zairemini qalacaq. Məsələn, bunu satacağım. Geçsinlər, digər takımlarda oynayıb özlərini böyütsünlər. Bunu da sataq. Uşaqlar, bu videoya qəşəng bəyənmək ya da izlənmə gəlsə, davamın səhərsiz gün çəkib atacağım. Bunu 106 milyonumuz var. İlk öncə sağ bekimiz qalacaq. Qapıcı. Donnarumma ilə Paris'dən getdiyi üçün onu almayacağım. Alisson alacağım. 63 milyona. Təklifi verdik və qəbul elədi. Alisson. Takımımıza xoş gəldin deyirəm. Müdafiəni də biraz gücləndirək. 90'dan bir dənə futbolçu da 41 milyon. Uşaqlar, indidən pulumuz qutardı. Onda gəlmədi. 43 milyonumuz var. O 43 milyona da bir dənə gəlib. Upamecano almaq olar. Upamecano. Bremer'i gətirməliyik. Bremer də gəlmədi. Niyə Bremer gəlmədi? Rüdiger mütləq gəlmədi. O yaşı da keçib. Görürüz, uşaqlar qəbul elədi. Heyətimiz belə oldu uşaqlar. İndi keçək sümlü eləməyə. İlk maçımızı 5-0 uduruq, hazırlıq maçımızı. Və çoxlu təkliflər gəlir, amma biz heç bir futbolçumuzu satmayacağıq. Marsilyaya qarşı 6-0 qələbə qazanırıq. Və Super kupanı, ilk kupamızı qazanırıq. Buradan da 5 box gəldi. PSG Toulouse qarşısında 1-1 qalırıq. İlk puanımız və ilk puan qaybım tutmamız. Tottenham'la oynayırıq. PSG Vitinha'nın qolu ilə PSG 1-0 udur. Avropa Süper Kupasını da qazanırıq. Gəldiyim gündən 2 kupa qazanmağa başladım. 3-1. Bir dənə də söyləyirəm. Və yenə bir 3 puanımız alırıq. Birinci yerdəyik. İndi Marsilyayı yenə qarşı-qarşıyaq. Bu dəfə uduzma şansımız var idi, amma 1-1 bərabərə qaldıq. 3-cü yerə düşdü uşaqlar. PSG. Uduzduq. 3 puanımızı kaybelədik. Uduzduq da yəni. İçirdik. 2 kupamız var. Bu yəqin ki maksimum 3 kupa almalıyıq. 7-0 uduruq. Kvaratskhelia, Doué, Fabian Ruiz, Osman Dembele qolları ilə yenə 5-0 udduq. İkinci yerə yüksəldik. Uşaqlar, bu il bizim qabağımıza heç kim kəsə bilməyəcək. Belə videoların daha çox gəlməsini istəyirsinizsə kanalıma abunə ol, like at və gözləmədə qal.
Bildirimləri açmağı yaddan çıxartmayın uşaqlar. PSG. Aha, kurallarımızı səhvdir. Şampiyonlar Liqində Arsenal, Sporting Lisbon, Newcastle United, PSV Eindhoven, Real Madrid, Dortmund və Slavia Prag, bir də Union Gilua ilə eşleşdik. İlk Şampiyonlar Ligi maçımız Arsenal'a qarşı 1-0 uduruq və qələbə qazanırıq, 3 puan. İlk 24'ə girdi uşaqlar. Hədəfimiz ilk 8'ə girməkdir. 4-0 uduruq. İkinci yerə yüksəlirik. Pacho, müdafiə. Lee Kang-in də yediklərdən girdi və qolunu atdı. Pacho'ya istək gəldi. Amma satmayacaq dediyim kimi. Sporting Lisbon ilə bərabərə qalırıq və yenə 12-ci sıradayıq. İlk 24'ə girmişik. Hədəfimiz ilk 8'ə girməkdir. Brest ilə oynayırıq. Brest, ay uduzduq. Necə oldu uduzuruq? Brest ilə bu PSG həmişə uduzur. Hadi PSG, Newcastle ilə oynayırıq. 1-1. Bərabərə yenə qalırıq və yenə 12-ci sıradayıq. Playoff oynamaq istəmirəm. Ona yenə ilk 8'ə girmək arzuluyuram. 3-0 qələbə bizim. PSG, hadi PSG. 2-0. Təkliflər gəlir, amma heç bir takıma getməyəcəm. Çünki bu PSG Rebullidir. 4-0 da buradan uduruq və 9-cu yerə yüksəlirik. Paris FC ilə oynayırıq və 2-0 məğlub edirik Paris FC-ni və 1-ci yerə yüksəlirik. Arada 3 puan. Real Madrid PSG və Real'ı 2-0 uduruq Fabian Ruiz'in qolları ilə. 7-ci yerə yüksəlirik PSG. 4 gol birdən vururuq. Ligdə 1-ci, şampiyonlarda da 8-ci. İlk 8'ə girəcək yəqin ki. Borussia Dortmund ilə PSG. 1-0, 3-1, 4-1 məğlub edirik. Vitinha'dan hat-trick. 6-cı yerə giririk, ilk 8'ə də girdik dostlar. Slavia Prag'da udaq. Və Slavia Prag'da 3-0 uduruq. 4-cü yerə yüksəlirik. Marsilya'ya mı uduzuruq? Ligdə 3 puan fərq var. Uşaqlar uduzmayaq, 1-1, 2-1. Udduq. Əla, Lens ilə oynayırıq. Rusiyanın Sengelos ilə oynayırıq. 2-0 da bunu məğlub etdikdən sonra 2-ci yerə yüksəlirik. Lille-də duruq. Lyon. Bərabərə qalırıq amma maalesef. Kim sakatlandı uşaqlar? Ramos. Gonçalo Ramos. Şampiyonlar Liqində son 16'dayıq. Havre'ni də məğlub edirik uşaqlar. 1-ci yerdəyik. Bu bir sezonluq olacaq. PSG Newcastle United maçı. PSG və 3-1 uduruq Newcastle-ı. Görək. Şampiyonlar Liqində yenə Newcastle ilə oynayacağıq. Monaco ilə oynayırıq. Ruslar kupada çeyrək finaldə.
2-2 necə bərabərə qaldıq uşaqlar? 2-0 udurduq, 2-2 oldu. Amma axırı başı utduq da yəni. Qəşəng, hadi 2-1, 3-1, canavar. Getdik, PSG, hadi. Və Newcastle 6-1 fərq ilə uduruq. Qəşəngsiz uşaqlar. Elədiyim transferlər bu il çox qəşəng oldu. 5 oyuncu satdım, 2 oyuncu aldım. Amma gördüyünüz kimi çox böyük etki yaratdım. Kvara Vitinha qaza gəlib, qəşəngsiz canavarlar. Manchester City ilə oynayırıq. Hədəfimiz Şampionlar Liqini utmaqdır uşaqlar. Və Manchester City böyük rəqibi ilə qarşı-qarşıya gəlirik. Çeyrək finalda 1-1, 2-1, hadi 2-1 uduruq. İlk maçda 2-1 udduqdan sonra görək ikinci maçda necə olacaq uşaqlar. 2-1 uduruq. Ligi də uduruq uşaqlar. Ligi də qazandım. 3 kupa. Şampionlar Ligində qazansam olacaq sizə 4 kupa. 3-0'da Manchester City indi əlləyirik. Sonraki rəqibimiz Real Madrid. Yarı finalda isə 4-0 qələbə qazanırıq. Monaco-da udacağıq məncə. 2-2 bərabərə qaldıq. Heç bir şey olmaz. 2-2 bərabərə də qaldıq. Rennes'i də məğlub edirik. Paris FC ilə yenə qabağa gəlib və Paris FC ilə buradan ələyirik. Və gəldi Real Madrid PSG oyunu. 2-2, 3-2, 3-2 məğlub edirik Real Madridi. Və yenə Real oyunu. Bu dəfə də 2 gol atıb 5-2 skor ilə və 6-2 oldu uşaqlar hala. 6-2 ilə məğlub edirik. Finalda üz-üzə gələcəyik. Marsilya PSG dev derbi və PSG ilə yenə bir kupa qazandıqdan sonra 5-ci kupamızı da, 4-cü kupamızı da qazanırıq və sonuncu, yəni final oyunu. Barçanı ələyəcəyik. Barçanı da 4-2 udaraq məğlub edib Şampionlar Liqini uduruq. Uluslar Kupada yenə finaldayıq. PSG Uluslar Kupanı da udub evimizə yollanacağıq. Inter Miami ilə finaldayıq. Messi ilə üz-üzə. Messi gördüm. Və Inter Miami'yə acımırıq və